Salam, hər vaxtınız xeyir olsun. Kanalımızda yenidən hər birinizi xoş gördük. Bugünkü videomda ən qədimi üsullardan biri ilə ilk dəfə alma sirkəsini mən özüm necə hazırlamışam, onu sizinlə paylaşmaq istəyirəm. Onu da deyim ki, ilk dəfə mən sirkəni hazırlamağa başlayanda nə əlimdə gördüyünüz bu sirkə anaları var idi, nə də ki ev sirkəsi var idi. Bu mənim hazır bir il əvvəldən qoyduğum sirkələrdəndir. Alma sirkəsidir bu da. Mən anasını, sirkənin özünün rəngini sizə göstərmək istəyirəm. Dəyərli izləyicilər, əgər siz də bu cürə sağlıqlı alma sirkəsini evdə özünüz hazırlamaq istəyirsinizsə, videomuzu sona qədər izləyin. Bütün ardıcılıqları sizinlə paylaşmağa çalışacağım. Təmiz alma sirkəsini isə suya qatıb içəndə çox faydalıdır. Yəqin ki, bilənlər bilir. Biz bundan çox istifadə edirik və başlayaq bu cürə təmiz, orqanik sirkəmizin hazırlanmasına. Bunun üçün mən bazardan 10 kilo təbii alma seçib almışam və təmiz yumalıyam hamısını. Kanalımızda başqa üsulla da hazırladığımız sirkə videomuz var. Bu üsulla siz sirkəni hazırlasanız lap tez yetişəcək və 20 gün ərzində sirkənizi süzə bilərsiniz. Kanalımıza dəstək üçün abunə olub, yorum yazmağı unutmayın. Əvvəlcədən hər birinizə təşəkkür edirəm. Almaları yuduqdan sonra bu cürə doğrayıram. Hamısını və orta hissələrini ayırıb geniş bir qaba yığıram. Almanın əvəzinə başqa meyvələrdən də hazırlaya bilərsiniz. Əsas odur ki, evinizdə öz əlinizlə hazırladığınız təbii sirkə olsun. On kilo almadan bu qədər təmiz alma qaldı. İndi isə mən bunların hamısını ət maşınından keçirdəcəm. Siz bunu süzgəcdən də keçirdə bilərsiniz. Tez alındığına görə mən ət maşınından istifadə edirəm. Ət maşınından keçirtməkdə almaları məqsədimiz odur ki, sirkəmiz tez yetişsin, həm də ki, rəngi, ətri, dadı çox gözəl alınır. İnanın ki, ilk dəfə 2 kilo, 3 kilo almadan hazırlayın. İndi almanın mövsümüdür, bazarda da ki ucuzdur. Almanı çəkdikcə rəngindən görsənir ki, dəmirlə çox zəngindir. Mən təmiz yuduğum kömür və mismardan istifadə edəcəm. Mismar təzə olmalıdır və paslı olmamalıdır. Bundan başqa məndə olduğuna görə ev sirkəsindən və sirkə anasından istifadə edəcəm. Yəni bunlar sizin əlinizin altında yoxdursa, sirkənizin yetişməyi üçün kömür və mismar yetərlidir. Təmiz yuduğum 10 kiloluq balona dibinə kömür, mismar atdım. 2 dənə qırıq kömür və 2 ədəd mismar atdım. Üzərindən isə almaları tökürəm. Yarıdan biraz yuxarıya qədər bankanı doldurdum. 3 litrlik balona isə 1 ədəd mismar, 1 ədəd kömür qırığı atdım. Yəni bu balaca 3 litrlik balon üçün bəs eləyir. Sirkə anasını 2 yerə bölürəm, hər bankaya biraz atıram. 3 litrlik balona yarım armudu stəkan alma sirkəsi tökürəm. 10 litrlik balona isə 1 dolu stəkan alma sirkəsi və sirkə anası qatacağım. Bankanın başından ən azı 2-3 barmaq yer boş saxlamaq lazımdır ki, meyvələr qıcqıranda yuxarıya doğru qalxır. Balonlara heç nə əlavə etməyəcəm. Hətta su da tökmürəm. Sonra isə uzun bir oxlu ilə gündə bir dəfə balonu dibdən qarışdırıram. 20 gün ərzində mən bunları bu formada qarışdıracağam və ara sıra inşallah ki sizinlə çəkib paylaşacağım. Sirkəmizin yetişməyini, gedişatını digər videolarımda sizə göstərməyə çalışacağım. Bankaların başını isə bu cürə təmiz dəsmalla rezinkaladım və kip açıq yeri qalmasın.
Bankaları günəş düşməyən sərin bir yerdə götürüb saxlayacağam. Biraz zəhmət lazımdır bu sirkəni bu cür qurmaq üçün, ancaq inanın ki, sonunda dəyər bu zəhmətə. Salamat qalın, növbəti videolarımızda görüşənədək Allaha əmanət olun.